Ee, Olduqca stresli bir oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb ikinciliyi təmin eləmək, Turan isə qələbə qazanıb üçüncülük uğrunda mübarizəsini davam etdirmək istəyirdi. Və ilk saniyələrdən, ilk dəqiqələrdən meydanda böyük agresiya, intensiv futbol, çoxlu mübarizə, dəqiqələr o şəraitdə keçdi. Sonra 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. Sonraki dəqiqələrdə ikincisiyə başladıqda daha aktiv başladıq. Yaxşı əslində rəqibi yaxalayıb gol vurduq. Düşünürəm gözəl və baxımlı goldu. Sonra qırmızıdan sonra tam başqa bir futbol getdi meydanda. Artıq bizə mübarizə aparıb hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularımız amansız mübarizə aparırdı. Sona qədər inanırdılar, inamlıydılar ki, gol buraxmayacaq. Halbuki bilirik hamımız Turan komandası üstünlükdən yaxşı istifadə edən bir komandadır. Uzun hava ötürmələri, ikinci toplar. Buna baxmayaraq çox şükür olsun ki, Allah o komponentdə də rəqibə uduzmayıb. Vacib qələbə qazandıq, ikinci yer tutduq. Bu münasibətilə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərimizi ürəkdən təbrik edirəm. Bizim üçün bu il ikincilik olduqca önəmlidir. Bir uğuru qazanmaq olur, amma onu qoruyub saxlamaq həmişə çətindir və bu il bizim üçün daha çətin keçirdi. Rəqiblər daha fərqli oynayırlar bizə qarşı. Amma şükürlər olsun ki, bu yükün öhdəliyindən gələ bildik və məhz Avrokuboka ikinci yerlə gedirik. Bu bizi çox sevindirir. Futbolçularıma bütün sezon boyu göstərdikləri əzmkarlığa, peşəkarlığa görə təşəkkür bildirmək istəyirəm. Çox əziyyət çəkirdi. Elə oyun olurdu, futbolçumuzun burnu qırılırdı, elə oyun olurdu. Üzündə sümük, almacıq sümük qırılırdı. Çox sayılı zədələr olurdu. Baxmayaraq bu çətinliklərə daima komandada iradə görürdüm və bu nəticəyə doğru irəliləyən bir kollektiv görürdüm. Şükürlər olsun Allaha ki, sonunda istəyimizə nail olduq. Bir daha hamına ürəkdən təbrik edirəm Zira ailəsini.